Uşaqlar 9-cu tərəzi məsələsidir. Deməli, bunun yolunu da başa salım sizə. Bax, yadınızda qalsın, tarazlıq nöqtəsinə həmişə 0 verirsiniz. 0-dan sağa və sola nömrələyirsiniz. 1, 2, 3, 4, 5. Burada da 1, 2, 3. Qaydaya fikir verin. Bu 0 olsa 0-dan sağa və sola nömrələyirik. Deməli, qayda necədir? 2-dən neçə asılıb? 10. 2-ni vururuq 10-a, sağdakiləri və soldakıları toplayırıq. 5-dən neçə asılıb? 14. 5-i də vururuq 14-ə. 20, 70, 90. İndi 3-dən neçə açılıb ki, yəni 3-ü nəyə vurmalıyam ki, 90 olsun? 93-ə bölürük, 30, B variantı. Çox maraqlı test. Təkrar deyirəm. Tarazlıq nöqtəsi həmişə 0 olur. 0-dan sağa və sola başlayırıq nömrələməyə. Bax, görürsünüz, buradan da bura 1, 2, 3, 4, 5 yazdım. Burada 1, 2, 3 yazdım. Sonra hər yükün nömrəsini götürürük. İkinci nömrədən asılıb 10 kiloqram. 2 vur 10, 20. 5-ci nömrədən 14 kiloqram. 5 vur 14, 70. Bunları toplaşan burada 90. Tərəzinin tarazlıqda olmağı üçün bura 90-dırsa, burada 90 olmalı. Yəni 3-dən 3-ü nəyə vurmalıyam ki 90 olsun? 93-ə bölürəm 39-cu testimizin düzgün cavabı.